Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bugün dərsimizin ikinci dərsi sizinlə paylaşmaq istəyirəm. Səhifə 12 və 17-ni əhatə edəcək. Burada Grammar A, Grammar B və dərsimizin listening hissəsi var. Başlayırıq Grammar A. Discuss the question with the partner. Why do you think people make mistakes when they are learning languages? Deyir ki, niyə düşünürsünüz ki, insanlar dil öyrənərkən səhvlər edir? How do you feel when you make a mistake? Why? Sən səhv edəndə necə hiss edirsən və nə üçün? Go hand in hand bu ifadədir. To be closely connected with each other. Bir-birinin ayrılmaz parçası olmaq da, yəni ki, bir-birindən əlaqəli. Go hand in hand, bir-birindən əlaqəli mənasını verir Azərbaycan dilində. Read the conversation between two friends and complete the sentence. İki dost haqqında oxuyuruq söhbəti və cümlələri tamamlayırıq. Unlike Kate, Rashad thinks that it's okay to biz tamamlamalıyıq when you're learning language. Kate'dən fərqli olaraq Rashad düşünür ki, bu yaxşı, normaldır deyil dil öyrənərkən. İndi biz bunu tamamlamalıyıq. Diyaloqu oxuyuram. Hey Kate, I made a funny mistake in my Chinese lesson today. Hey Kate, mən bugün Çin dili dərsində səhv etdim. Oh no, Rashad, mistakes are not good. You should be perfect in Chinese. Ola bilməz, deyir Rashad. Deyir ki, səhvlər yaxşı deyil. Sən Çin dilində əla olmalısan. Really? Həqiqətən? I thought making mistakes was okay. Deyir, düşünürəm ki, səhv etmək normaldır. Normal idi. It helps me learn better. Bu mənə daha yaxşı öyrənməyə kömək edir. Mistakes provide us with an opportunity to learn. Səhvlər öyrənmə imkanımızı təmin edir. Yəni bizim üçün başqa bir öyrənmə imkanı yaradır. No way. Yəni yolu yoxdur da, mümkün deyil. Mistakes are embarrassing. Səhvlər utanc vericidir. Everyone should be perfect from the start. Hər kəs başlanğıcdan əla olmalıdır, mükəmməl olmalıdır. But Kate, our teacher says it's normal to make mistakes when you're learning a language. Amma Kate, müəllimimiz deyir ki, dil öyrənərkən səhvlər etmək normaldır. It's a part of learning process. Bu da öyrənmə prosesidir. Well, I don't like it. Mən bu ideyanı bəyənmədim. I want to be the best without any mistakes. Mən səhvsiz olmağı üstünlük verirəm, yəni ən yaxşısı olmaq istəyərəm. But what if we learn from our mistakes and get even better? Bəs əgər biz səhvlərimizdən öyrənib daha yaxşı olsaq, isn't that good? Bəs bu yaxşı deyil. I'm not sure. I still don't like the idea of making mistakes. Mən buna əmin deyiləm. Mən açığı səhv etmək ideyasını bəyənmirəm. Let me check it on the internet too. Gəlin bunu internetdə araşdıraq. You see, the study says mistakes and learning a language go hand in hand. Görürsən, elmdə burada deyir ki, səhv etmək, yəni səhv etmək və öyrənmək bir-birinə və dil öyrənmək daha doğrusu bir-birinə əlaqəlidirlər. Go hand in hand burada istifadə etdik. Okay then, yaxşı onda. Davam edirik. Deyiriz ki, diyalogumuzu oxuduq. Look at the bold-faced words in conversation and decide if the statement are true or false. We use the indefinite articles a and an before a noun to refer to non-specific things and people. We use the definite article the before a noun to refer to specific things, to the people, singular or plural. We use articles a and then they before pronouns. Biz buradakı diyalogdakı artikellara fikir verməliyik. Və bizim qrammatikamız burada article'dır. A and və Z article. Gəlirik articles. Study the rules and example and page 130. Səhifə 130-da artikel haqqında qayda yazıb. Və 4 nömrəli tapşırığı gəlin tamamlayaq sizlə. Artikelları yerləşdirək. Complete the sentences with A and or they. A and və Z artikellarını. I saw a colorful butterfly in the garden. Bağçada rəngli bir kəpənək gördüm. She has an interesting book about space. Bu da an interesting book, çünki sifət plus isim. Sifət burada ismi təyin edilir. İsmi sayılan tək isimdir.
The bright moon is shining in the sky. Parlaq ay səmada parlayırdı. In the sky səma vahiddir. Ona görə in the sky və parlaq ay artıq ayda və vahid adlar həmişə z ilə işlənir. They adopted a playful puppy from the shelter near our school. The shelter. The teacher told us a fascinating story about ancient civilizations. The teacher told us a fascinating story. Ümumiyyətlə yadda saxlamaq lazımdır ki, sifət təyin edici kimi işlənirsə və sifətdən sonra sayılan təksi varsa, an artikli yazmaq doğrudur. He has a beautiful painting of the flower on his wall. He has a beautiful painting of the flower on his wall. Divarındakı güldən söhbət edir. Artıq gül burada müəyyəndir. Ona da the flower. Can I have a slice of delicious cake? Numerativdir. A slice of. We saw an impressive waterfall during our hike. Waterfall burada silent action'dir. Yenə təyin edici impressive qarşısında an impressive çünki saitdən başlayır. The school library recommended a fantastic adventure book. Məktəb kitabxanacısı. Demək, a fantastic adventure book. Complete the sentence təkrar 5 nömrəli tapşırıqda buna aiddir. A, N, or Z. Learning several languages at the same time can be fun. Eyni vaxtda bir neçə dil öyrənmək əyləncəli ola bilər. Imagine you want to learn a new language. Düşünün ki, təsəvvür edin ki, siz yeni bir dil öyrənirsiniz, öyrənmək istəyirsiniz. You start with a book in your hand and the app on your phone. The book, the app. You read the words from the book. Practice the sounds on the app and soon you feel more confident in that language. Burada biz Z işlətdik. Niyə? Çünki artıq əlinizdəki kitabdır. Kitab bilirik, müəyyəndir. Yəni bilirik ki, Z müəyyən artikeldir. Sözləri oradan oxuyuruq. You read words və yaxud you read words. Bağışlayın, burada Z words yox. You read words from the book. Əlinizdəki kitabdır. Artıq ona görə word sözlər verilməlidir. From the book. Practice sounds. Practice sounds on the app. Program müəyyənidir. Sounds. Now let's say you want to learn another language. You find a friend who speaks that language and a website with lessons. Burada da bir dost tapırıq və bir website tapırıq. Onu işlədirik. You use the same, həmişə bu şara əvəzlidir. The same, deyilən işlənir. Methods, reading, listening, and speaking. You continue learning, and soon you can speak not just one, but 2 languages. It's like opening a door to new words. You enjoy the process of discovering words, phrases, and cultures. You compare the languages that you are learning. Each language is like a colorful piece in the puzzle of your knowledge. Happy learning. Burada görürsünüz ki, prezentasiya hazırlamalıyıq. How I started learning a foreign language. Necə İngilis xarici dil öyrənməyə başladım. The person who helps me learn a foreign language. Mənə xarici dil öyrənməkdə kömək edən insan. An app for learning a foreign language. Xarici dil öyrənərkən bir proqram. The website I recommend for learning a foreign language. Xarici dil öyrənərkən məsləhət olmuş website. Və grammar B-yə gəlirik burada. You are going to read a newspaper article. Bir qəzet məqaləsi oxumağa hazırlaşırıq, oxuyaq. Before that, read the words and phrases from the article and guess what's about. Bundan əvvəl sözləri oxuyaq və frazaları hansı ki tapaq ki, nə haqqındadır. Accident, go into shock, speak Spanish fluently, remember. Burada bizim açar sözlərimiz var gördüyünüz kimi. Accident, hadisə, go into shock, yəni şoka girməkdə, yəni şok olmaq, İspanca səlis danışmaq, fluent, səlis, fluently burada zərf formasındır, bir də remember sözünü görürük. Read the newspaper article in task 3 and check your answers. Now choose the best title. Aşağıdakı mətni oxuyacağıq, ən yaxşı başlığı taparıq. A health problem among most footballers.
çoxlu futbolçular arasında sağlamlıq problemi. B. A life with no memories from the past. Keçmişdən xatirələri olmayan bir həyat. A football player Spanish surprise. Bir futbol oyuncusunun İspan dili təəccübü. The best football match for Ruben. Ruben üçün ən yaxşı futbol oyunu. Newspaper. Məqaləni başlayırıq oxumağa. Ruben was playing for a young football team in Georgia when the unfortunate accident happened. Ruben deyir ki, Gürcistan komandasında, futbol gənclər komandasında oynayırdı və gözlənilmədən bir hadisə baş verdi. Çox pis bir hadisə baş verdi. A player from the other team accidentally kicked Ruben in the head. Digər komandadan bir oyuncu yəni bilmədən Rubenin başından təpiyib atdı. The injury was serious and Ruben went into shock. Bu zədə çox ciddi oldu və Ruben şok oldu. Yəni şoka girdi. His friends and family took him to the hospital to make sure he was okay. Dostları və ailəsi onu xəstəxanaya apardılar ki, yəni əmin olsunlar ki, o yaxşıdır. He fell into a deep coma. O komaya girdi. After several days, Ruben woke up. Bir neçə gün sonra Ruben oyandı. But something very surprising happened. Amma bəzi təəccüblü şeylər baş verdi. He said, I'm hungry Spanish. O, mən acam, İspan dilində deyildi. Ruben's mom told the nurse. Ruben'in anası tibb bacısına söylədi. Why speak English? Why is he speaking Spanish? Biz ingiliscə danışırıq. Niyə o İspanca danışır? It was like a puzzle. Bu bir puzzle oxşuyurdu, yəni tapmaca, yəni bilinməyən bir səbəbidir. Ruben could only speak a little Spanish before, but now it was his main language. Ruben əslində biraz İspanca danışa bilirdi əvvəl, amma komadan oyananda onun əsas dili kimi o danışdı. Ruben thinks he's probably picked up the language from his brother who studied abroad in Spain, and some of his teammates who are fluent Spanish speakers. Ruben düşünür ki, ola çox güman ki, bu dildi öz qardaşından, xaricdə İspaniyada təhsil alan qardaşından bir neçə pick-up, yəni ki, götürüb də bir neçə sözlər götürüb və onun komanda yoldaşlarının bəziləri də səlis İspanca danışanlar idi. Yəni, onlardan bir də öyrənmişdi. Ruben described speaking Spanish as strange but enjoyable. Ruben İspanca danışar, təsvir edir ki, İspanya danışmaq qəribədir. Qəribəlik kimi həmçinin əyləncəlidir. After a few days, Ruben's English came back, but he can still speak some Spanish. Bir neçə gün sonra isə Ruben'in İngilis dili qayıtdı, yəni ana dili kimi olan İngilis dilisi qayıtdı, amma hələ də İspan dilində danışa bilir. Soon Ruben's story became one of the most popular stories on the internet. Tezliklə Ruben'in bu hekayəsi internetdə ən populyar hekayələrdən biri oldu. It turns out that Ruben is not the only person to have ever woken up with a mysterious language condition. Tezliklə Ruben'in hekayəsi ən populyar hekayə oldu internetdə və deyir ki, Ruben yəni yeganə şəxs deyildi də bir komadan oyananda sirli dil vəziyyəti yaşayan yeganə şəxs deyildi də. Yəni belə hallar baş verib. There is a condition called foreign accent syndrome where people start talking a different accent usually after some head trauma. Belə bir vəziyyət var. Bu xarici dil aksent sindromu adlanır. Hansı ki, insanlar deyir ki, müxtəlif aksentlərdə danışırlar. Başdan travma alandan sonra adətən baş verir. The first case of this happened in 1941 when a Norwegian woman who was injured during the bombing suddenly began speaking a German accent. Buna ilk dəfə 1941-ci ildə təsəvvür olunmuşdu. Norveçli bir qadın, hansı ki bombalamadan zədə almışdı başı, o qəflətən German aksenti, Alman aksenti ilə danışmağa başladı. Və burada biz mətnin adını tapırıq. Burada göründüyü kimi B variantı. A football player's Spanish surprise. Futbol oyuncusunun İspan dili təəccübü. Yəni Ruben mətnindən gördük ki, o travma alandan sonra başladı İspan dilində danışmağa. Pay attention to the use of definite article there in the task 3 and decide which statement is false. Burada we use the with a specific noun, spesifik isimlərlə biz artikli istifadə edirik. Bəli.
We use the with a non-specific noun fail. Non-specific isimlerden biz de istifadə, yəni B, C variantı burada yanlışdır. Biz D artikli istifadə eləmirik. We use the when there is only one of something, vahid bir şeydən bir dənə səsə istifadə edirik, bəli. Və D variantı we use the before superlative form, sifətin üstünlük dərəcəsindən Z istifadə edirik əvvəl, bəli. C variantı doğru deyil. Bizdən səhv istəyib, doğru cavab C. Devam edelim. Aha. Specific nouns isimlər. Study the rules burada yenə qaydanı biz qrammatik qaydaları oxumalıyıq ki, xüsusi spesifik isimlər nədir? Tapşırıq 5 izah edirəm. Complete the sentences with A and or D. A and və yaxud Z artiklını seçirik. Look at the moon in the sky. It's so bright and beautiful. The sun is shining brightly and giving us light and warmth. I placed my books on the shelf at the back of the room. A new student joined our class today. His name is Ali. Yesterday I saw a red balloon in the sky. Today I saw the same balloon again. We're going to have a picnic at the seaside this weekend. The best part of my day is when I have a delicious snack. Let's play in the park on the left side of our school. The easiest math problem is at the end of the homework. Look at a rainbow. Look at the rainbow after the rain. It has so many colors. On the way to school, I saw an exotic bird in the tree. Və növbəti tapşırığımız da A, N və yaxud Z artiklının yerləşməsi ilə bağlıdır. What do you like most about this book? You know, I love learning languages, and the first unit in this book is about languages. I also like this book. The pictures in the unit are very colorful, and the information is interesting. It also includes the app with a lot of fun games, includes an app. An app 4'te n olacaq. A lot of fun games 5'te. I think it's the right book to choose if you want to learn English. Gəlir 7-ci tapşırığa. Choose one of the stories and write a story. Burada gördüyünüz kimi biz hekayə yazmalıyıq. Better to the use of artikelların yerləşməyinə diqqətli olmalıyıq. Gəlirik dərsimizin listening hissəsinə. Burada görürsünüz ki, şəkil var. Tribe, a group of people who live together and share similar customs and traditions. Tayfa sözünü izah edir. Bir qrupun insanların bir yerdə yaşamağı və eyni ənənləri, adət və ənənlərini bölüşməyi. Jungle, a wild and thick forest with many trees, plants and animals. Vəhşi və qalın meşə, çoxlu ağacları, bitkiləri və heyvanları ilə cəngəllik. Burada isə gördüyün kimi mən səhifəni bir qədər də kiçikdir. Aha. Gəlin 3-cü tapşırığa dinləmədik, qulaq asırıq və buna əsasən cavablarımızı seçirik. Yəni, görürüz ki, A, B, C C variantından ibarət hər cümləni verir, diqqətlə oxuyuruq və diqqətli oluruq dinləyəndən sonra isə cavablarımızı yazırıq. Track 3. Talking about abstract ideas like love and unique human abilities. This is true for almost every language in the world, but not for the language of the Piraha people of Brazil. The Piraha are a small tribe of about 400 people. They live in the Amazon. Unlike every other human language, Piraha doesn't have words for abstract ideas. They only talk about
what they experience or what people they know have experienced. The Piraha are not stuffy, they just have a different way of experiencing the world. The Piraha people have a wide knowledge of the thousands of plants and animals of the Amazon. They can walk into the jungle with no tools or weapons and walk out 3 days later with baskets of fruit and nuts. Another unusual thing about the Piraha language is that they don't talk about time. There are no words for tomorrow or yesterday or last year. While there are a few words to say day and night or morning, they mostly live in a world without time. There is also no past or future tenses. They have no way to talk about time. They have no history and they don't talk about things that happened before their grandparents were born. Their experience of the world is almost completely in the present. Piraha also does not have words for numbers. They have a word for more and a word for less. They don't count how much food they have, or how many people they have in their tribe, or even how many children they have. This doesn't mean they don't have good relationships with their children or other members of the tribe. It just means that they do not think of them as numbers. It's hard to imagine a world without time and numbers, but Don Everett admires this part of their culture. He describes the Piraha language as having a grammar of happiness. Many people believe that living in the present moment is the way to happiness. Maybe this is why the Piraha don't have these words. Their culture is one free of worrying about the future and the past and enjoying each day fully. İndi isə gəlin, listen to the talk again and choose the correct option. İkinci dəfə də qulaq asmalıyıq və burada doğru cavabları hər cümlə üçün seçirik biz. Əgər devam edək bu hissəsini. The Piraha people don't talk about A. Abstract ideas, B. Their experience, C. Stubborn people, abstract ideas. A variantı doğru cavabdır. These people know a lot about A. Tools and weapons, B. The wildlife in their territory, C. The life outside the jungle. B variantı. The wildlife in their territory in Amazon. Amazondakı wildlife haqqında çoxlu bilirlər. 3. The Piraha people can talk about the present, past, future. Əgər fikir verdiksə, orada deyildik ki, onlar nə future, nə də pastdan danışmır. Present. A variant. 3-də E variant. A variantı. They don't have a good relationship with their kids. No. Special words for numbers. Yes. Enough people in their tribe. Burada doğru cavab B variantı. Demək, sayılar çox, üstü sözləri yox idi. And 5. Don Everett thinks highly of the Piraha culture because A. They are worried about the future. B. Everything is free in this culture. They live in the present moment. Çünki deyək ki, Everett yüksək səviyyədə Piraha mədəniyyəti haqqında düşünür ki, çünki bu mədəniyyətdə hər şey azad idi. Doğru cavab B. İndi isə gəlin davamına baxaq. Discuss the question. Burada biz diskusiya eləməliyik, müzakirə eləməliyik partnerimizlə. What kind of problems do you think a Piraha would have if he or she joined our group? Yəni bizim qrupa əgər belə bir insan qoşulsa, nə problem yaşaya bilərdi? How would you help him or her solve these problems? Sən bu problemləri həll etməyə necə kömək edərdin? Would it be easy or hard? Why? Bunun asan və çətin olmağının və səbəbini göstərməliyik. Gördüyünüz kimi biz bugün sizinlə grammar və listeningi müzakirə elədik bu dərsdə. Növbəti dərsdə görüşərik. Hələlik.